Hər vaxtınız xeyir. Ondan sonra rubrikasının dəyərli izləyiciləri. Bu gün yenə maraqlı sorğu ilə qarşınızdayıq. Novruz bayramı Azərbaycan xalqının ən sevilən və ən qədim bayramlarından biridir. Bu bayramda müxtəlif adət-ənənələr yerinə yetirilir. İnsanlar bunları böyük həvəslə yaşadılar. Bugünkü sorğunun da məqsədi insanların Novruzda ən çox hansı adəti sevdiyini öyrənməkdir. Elə isə gəlin keçək sorğumuza. Novruzda ən çox hansı adəti yerinə yetirməyi sevirsiniz? O istəyərəm. O mənim uşaqlıq xatirəmə qaytarır. Ən çox da şəkər, bura, paxlava bişirmək üçün darıxmışıq. O adət-ənənə sanki məni motive eləmişdi. İmkan varsa hər şey olacaq, yaxşı, hamı deyib görəcək. İmkan yoxsa hamı görür, şəhərin yarısı qəmgin gedir. Ona görə xoş xatirələrim olmayıb tonqalla bağlı. Novruzda ən çox hansı adəti yerinə yetirməyi sevirsiniz? Demək olar ki, daha kiçik yaşlarımızda ən çox istifadə elədiklərimizdən papaq atı, tonqaldan tullanmaq və qızların ən sevdiyi üzük balı. Hal-hazırda elə yerinə yetirdiyim bir xüsusi adət-ənənə yoxdur. Məhəllələrdə məsəl üçün öz məhəlləmizdə də tonqal qalayanda gedib orada iştirak eləyirik. Nə bilim belə də. Amma xüsusi, yəni qeyd elədiyim adət-ənənə yoxdur. Yəni həm də bizim o yaşımız deyil də, uşaqlıqda papaq atırdıq, nə bilim təkər geyib gətirirdik, tonqal qalayırdıq. Bir də ən çox yadımda qalan anamın bişirdiyi şəkərbura paxlavadır. O heç vaxt unuda bilmərəm də. Yəni hələ də Novruz oldu olmadı fərqi yoxdur. Yəni o dadı damağımda qalıb, yəni hər ayda şəhərdə də onun dadını görməmişəm deyə. Bax, o istəyərəm. O mənim uşaqlıq xatirəmə qaytarır. Amma belə başqa xüsusi qeyd elədiyim elə bir adət-ənənə yoxdur. Papaq atmaq çox sevirəm. Uşaqlıqdan sevdiyim bir adət-ənənədir. Fallara çox da inanmasam, dinlədiyim bəzi xoşa gələn sözlər eşitmişəm. Bu adəti də çox sevirəm. Maraqlı olur, maraqlı keçilir. Dediyim kimi, yəni papaq atmaq favorimdir. Tonqaldan hoppanmağı çox sevmirəm. Çünki bir dəfə ayaqqabım düşüb yanmışdı orada. Ona görə xoş xatirələrim olmayıb tonqalla bağlı. Novruz ümumiyyətlə bizim Azərbaycan xalqının, ümumiyyətlə müsəlman dünyasının ən yaxşı bayramlarından biridir. Yəni bu adı Novruz biraz fars sözüdür, yeni gün deməkdir. Bu Martın 20-si, 21-22-dən təsərrüf edir. Yəni gecə ilə gündüz vaxt hesabı ilə bərabərləşir. Burada nədir? Torpaq oyanır, hər şey oyanır. İnsan özdə bir yaradıcı bir cuşa gəlir. Mən özümdən hiss eləmişəm ki, həmin vaxtlarda Martın axırı, aprel, may ayında yaradıcı adamı, yaradıcılığa həvəs artır. İstəyirsən, nəsə yaradasan, nəsə düzüb koşasan belə. Adətən belədir ki, yəni imkan olsa, maliyyə cəhətdən deyirəm, mən bunu təkrar edirəm. İnsanların yaşayışı yaxşı olsa, yaxşı maaş alsalar, yaxşı pensiya deyək, pensiya alsa, bayramdır da, bayramdır. Olsun, onun nə ziyanı var ki, istəyir dövlət səviyyəsində, istəyir ailə daxilində. Yəni, hər şey bu maddi cəhətdən asılıdır. İmkan varsa hər şey olacaq, yaxşı, hamı deyib görəcək. İmkan yoxsa hamı görür, şəhərin yarısı qəmgin gedir. Kimdən intervyu alsa deyəcək ki, intervyu vermək istəmirlər, danışmaq istəmirlər. Amma danışmaq lazım, demək lazımdır. Bizim də həyatımızda belə bir dövran qismət oldu. Yəni, siz çətin vaxtda düşmürsünüz. Biz yenə də bir 50 il bundan qabaq gözəl yaşamışıq. Kim deyirsə o düzgündür, düzgündür. O vaxtı hiss eləmirdi. İndi hamı bir-birindən qaçır. Heç yerdən danışmaq istəmir. Amma o vaxtı dost tanışın evinə gedərdik, onlar gələrdi. Heç tanımadığım bir adamla söhbət edəndə görürük ki, dostlaşırdıq, eləyirdik. Ümumiyyətlə belə. Vəziyyət indi biraz çətinləşir. Gündən-günə çətinləşir. Bəs ən çox hansı adət hələ də yaşayırsın evdə? Bizim evdə adət deyəndə bayrama yaxın, yəni mənim nəvələrim var, 3 dənə nəvə var, oğlum var, qızım var. Bunlar sol üstündə hamısı şirniyyət görmək istəyirlər. Paxlava, şəkər bura, şor qoğalı, belə, yəni uşaqlara nə lazımdır? Konfet, pişenlik, belə şey, şirin
yemək üstündə sok içmək, düz indi Pepsi'dir, Coca-Cola'dır, onları biraz məsləhət görürəm. Amma evdə anası, nənəsi kompot pişirsələr, kompotla onlarla çox gözəl səhər yeməyi alınır. Mən özüm də onu həvəskarıyam. Mən burada yaşamasam da Novruz bayramını çox sevirik. Mən gəlmişəm ki, düzü gəlmişəm ki, burada Novruz bayramını keçirtməyə. Çox sevirik valideynlərim, burada böyümüşəm, məktəbi bitirmişəm. Ən çox da şəkər, bura, paxlava bişirmək üçün darıxmışıq. Orada vaxt olmur xaricdə yaşadığımıza görə. Gəlmişik ki, şəkər, bura, paxlava bu günkə qonşumuzda idim. Düzü çoxlu şəkər buralar yedim. Nə bilim, təbrik edirəm hamının bayramını da. Uzun ömür, can sağlıq arzu edirəm. Dünyamız salamat olsun. Novruz bayramı Azərbaycan xalqının ən qədim sevilən bayramlarından birindəndir və biz bir çox adət-ənənələrini yerinə yetiririk. Ən çox qardaşımla mən yumurta toqquşdurmağı sevirik. Və ən inandığım mənim qapı pusmaqdır düzü. Həmişə demək olar hər il ayın 20-si axşamı qonşumuzu pusuram və inanıram da ki, orada eşitdiyim müsbət və ya mənfi söz mənim gələcək ilmi proqnoz eləyəcək. Məsələn, mən imtahana 11-ci sinif imtahana, buraxılış imtahana daxil olan il qadın qonşumuz demişdi ki, İnşallah elə ürəyi istədiyi kimi də olacaq. Mən həmin ərəfə imtahana çox həyəcanlı idim. Sanki o söz mənə ruh vermişdi. Bəlkə də əlaqəsi yoxdur da. Amma o adət-ənənə sanki məni motivə eləmişdi və həqiqətən istədiyim kimi də olmuşdu. Ətrafımdan da yoxlayanlar var. Xoş, müsbət söz işləndə həmin ilin müsbət keçəcəyinə də inanıram. İndi üzük halı da eləmişəm. 3-4 uşaq sayını da eləyirlər. Düzü üzük falına inanmıram. Çünki 21 yaşda evlənmək çıxmışdı, amma o alınmayıb. Hələ ona görə ən inandığım mənim qapı pusmaqdır. Bayram tətilini necə dəyərləndirəcəksən? Tonqaldan hoppanacam, papaq atacam, parka gedəcəm, dostlarımla oynayacam, teatra gedəcəm. Bayramınız mübarək. Uşaqlarla oynayacam, parka gedəcəm, gəzintiyə çıxacam. Novruz bayramınız mübarək. Sorğu da göstərdi ki, bu adətlər insanlar üçün həm əyləncəli, həm də mənəvi cəhətdən dəyərlidir və onları Novruzun əsas ənənələri kimi qoruyub saxlayırlar. Bəs siz Novruzda ən çox hansı ənənəni yerinə yetirməyi daha çox sevirsiniz? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Beləliklə, bugünkü sorğunun sonuna gəldik. Kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Hələlik.